Bak bu kadar. Toyota Agua bir arada görmüşdünüz. Gelmişik hal-hazırda Perektika yerindəyik. Deməli, həmişə yazırsınız ki, belə burada prosesləri bizə göstərin. Bax, Toyota Prius 2023 1800 km yürüşdə mən sizə prosesi göstərim. Bizdə yəni tam şəffaf dərvişik. Daxil oluram maşının içinə, bax qardaşlar. İndi mən sizə deyim ki, burada proses necədir. Bax, əvvəl rol burada olub, düzdür, rol mexanizması. Buradan kəsilib və qanuni özünün rol yeri, özünün qanuni yeri kəsilərək keçirilib bu tərəfə. Burada olan deşiklər isə, qardaşlar, burada olan deşiklər isə dəmirdən bağlanıb. Yəni, burada deşik qalmayıb. Üstə gəl, tormoz sistemi də, qardaş, yenə o da keçirilib bu tərəfə. Amma Gürcüstanda nə edirdilər? Tormoz qalırdı burada. Burada dəmir atırdılar belə, rulaboya da. Tormoza da 2 dənə dəmir atırdılar. Bir dənə Nissan'ın var, qardaş, inan ki, Gürcüstanda olunubdur. 1 ildir qalıb maşın əlimdə. Mən bura Dubaya gələndən sonra iş gördüm. Yəni Gürcüstanlı qardaşların xəttinə dəyməsin. Bax, iş dediyim belə olar. Bax, tormozda keçiriblər bura. Rulaboyu da, rulaboyu da dəyişilib. Yəni təzə rulaboy qoyublar upakovkada. Yəni mən burada qardaş iş gördüm ki, hə, bunlar həqiqətən də Pakistanlı qardaşlar işi qəşəng görürlər, səliqəli görürlər. Adama ləzzət eləyir. Bax, tam şəffaf formada göstərdim. Amma Gürcüstanda bax, elədiyim Perekitkada, həmin o maşında. Bu tormozu saxlayıblar orada, oradan bura dəmir atıblar. Pedalı basırsan daş kimi. ABS-i vurub yandırıb, hokka verib. Amma görsən qardaş, iş dediyim belə olar. Yəni səliqəli formada, yəni 2023-ün maşındır. Mən bunu güvənib, inanıb vermişəm qardaş, sağ olsunlar. Bunlar da inanımızı, güvənimizi doğruldurlar, işi yaxşı görürlər. Digər maşınlardan da mən sizə göstərim. Bu arada deyim, bu paltarlar burada indi həm də qalırlar. Ona görə biraz qarışdırıldı ortalıq, amma gördükləri iş maşallah olsun. Yəni bunların işi pis olsa qardaşım, bu boyda burada tələbat olmaz. Bax, addım atmağa yer yoxdur. Bunların işi belə pis olsa qardaş, bax, bir çoxu bizim müştərilərin maşınlardır, bax. Belə bu boyda böyük tələbat yaranmaz. Mən nə varsa qardaş onu deyirəm. Yəni olanı göstərirəm. Yenə demək, Gürcüstanlı qardaşlar inciməsin. Deyirlər, bəzən mənə deyirlər ki, ay Elvin bəy, bəs sən Gürcüstandan alver eləyirdin, bu da müştərimizin maşınıdır. Alver eləyirdin, bəs indi Gürcüstanı bəyənmirsən. Qardaş, Gürcüstanı bəyənirəm. Bu dəqiqə Gürcüstanda imkan olar, belə bir sistemi quralar, gəlib Gürcüstanda işləyirəm. Açıq deyirəm. Təbiəti gözəl, yeməkləri gözəl. Burada səhranın ortasında qalmışıq. Bu da bizim maşındır. İndi burada belə bir batığı var idi. Onu belə öz cibimizdən düzəldib göndəririk. Onu belə, yəni müştəri əzik formada göndərmirik öz cibimizdən. Kimə qardaşlar, Dubaydan, bax, yapın maşınları maraqlı olsa, bugün əlaqə saxlayın. Bax, bu da detallardır. Görürsünüz, hamısı korobkada gəlib, qət təzə detallardır. Gəlir korobkada belə, təzə detallar istifadə olunur. Oldu qardaşlar, bura satılır. 3000 dolar Bakı təhvil, 2016'dır. Suzuki'dir. Roluna keçirib göndərəcəyik inşallah. Avtomat korobka